Bismillahirrahmanirrahim. Bu dünyada xoşbəxt olmaq üçün və başqalarını xoşbəxt etmək üçün 4 məsələyə diqqət yetirmək lazımdır. 1. Heç kəsin pisliyinə səbəb olma. Pisliyini istəmə yox, pisliyinə səbəb olma. Bəzən biz səhvlərimiz ucbatından da kimlərinsə pisliyinə səbəb oluruq. Pis yaşamasına, özünü pis hiss etməsinə səbəb oluruq. Əlbəttə, bir hal müstəsnadır. Əgər sən doğru yoldasansa və kimsə bundan narahat olursa, pis olursa, o onun günahıdır. Sən kimsənin dünya və axirətinin normal gedişatının pisliyinə səbəb olma. İkincisi, dünyanı öz gözündə böyütmə. Ehtiyacların qədər dünya istə. Ehtiyacından artıq dünya istəmə. Özün üçün yalancı ehtiyaclar qondarma. Təbii ehtiyacların təmin olunsun. VIP ehtiyaclar yaradıb onların təminatı üçün çalışıb, onu ehtiyacını hesab edib özünü, ömrünü, başqalarının ömrünü məhv etmə. Üçüncüsü, hər sözə cavab vermə, hər hərəkətə reaksiya vermə. Dünya o qədər uzun deyil ki, insanların yaratdığı maneələrlə məşğul olub, hədəfindən geri qalasan. Nəhayət, dördüncüsü, heç kəsi rüsvay etmə, heç kəsin abrını aparma, heç kəsin insanlar arasında əskilməsinə səbəb olma. Bu 4 amilə diqqət yetirən ən yaxşı insandır və ən yaxşı xoşbəxtliyi təmin etmiş olacaq.